Salam hörmətli izləyicilər, bugünkü pasiyentim Rəna xanımdır. Rəna xanım öz rayonumuzun kəndlərindən, Xırmandalı kəndindən gəlibdir. Deməli, Rəna xanımın şikayətləri olub, başqa xəstəxanaya müraciət edib, süd vəzində kistalar olub və onu qorxudublar ki, sənin süd vəzin hökmən əməliyyat olunmalıdır. Bizim buradan tutub deyirəm, hər süd vəzində olan kistalar, mastopatiyalar əməliyyat olunsa, bu dəfə süd vəzində əməliyyat olunmayan xanım qalmayacaq. Bu özü də travmalı insan üçün. Deməli, aylarla oraya gedib bu barədə özü danışacaq, amma bizə gəldi, bizə gələndə mən onun südbəsinə baxan sonra səbəbini axtardım. Səbəbi də qalxan bənzər vəzin xəstəliklər çıxdı. Belə ki, xanımda nə var idi? Deməli, TSH hormonu yüksək idi, hipotireoz var idi. Xanımın müalicə edilisi çəkisi də azaldı, süd vəzlərində problemlər yoxa çıxdı. Xırda kistoz, fibroz, mastopatiya idi. 2 ayda müalicə edib, 2 ayın tamamında xanım özünü çox gümrah və sağlam hiss edir. Siz bizə gələndə şikayətləriniz nədən idi? Doktor, mən sizə müraciət edəndə, əvvəlcədən mən rayonumuzda yerləşən özəl klinikalarda verilən müraciət eləmişdir. Sinəmdə ağrılar var idi. Mən 6 ay ora gedib gəldikdən sonra heç bir nəticə görmədim. Sonra sizə müraciət edəndən sonra çox sağ olun ki, doktor, mənim dərdimi tapdınız, düzgün müalicə olundu. Şükür, özümü çox yaxşı hiss edirəm. Canım mənim, özü yaxşı eləməyində məqsədin düzgün seçim eləməyindir. Mənə görə siz kənd tibb bacısısınız. Tibb bacısı olmağınızdır, özə düzgün baxmağınızdır. Həm sizin qələbəzdir bu, həm bizim. Hörmətli xanımlar, seçiminizi düzgün edin. Əks halda siz də Rəna xanım kimi şok keçirdəcəksiniz. Çünki mən Rəna xanımın təkcə süd vəziyyətinə, qalxana bənzər vəziyyə yox, eyni zamanda əsəb sisteminə də müalicə edir. Çünki onun əsəb sistemi tamam korlanmışdı, dindirmək olmurdu, ağlayırdı, kövrəlirdi və öləcəyini deyirdi. Amma Rəna, nəvə toyu görəcəksən inşallah. İnşallah, çox sağ olun. Sağ olun.